Dövlət büdcəsinə dividend ödənişlərin proqnozlarına dair məlumatın tərtib edilməsi barədə video təlimat. Dövlət büdcəsinə dividend ödənişlərin proqnozlarına dair məlumat forması Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli fərmanı ilə təsdiq edilmiş, dövlət mülkiyyətində olan və payların nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair qaydaların 3.2-ci bəndinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir. Dövlət büdcəsinə dividend ödənişlərin proqnozlarına dair məlumat illik tərtib olunur və büdcə layihəsi və proqnozları ilə eyni zamanda, yəni cari il iyul ayının 1-nədək Maliyyə Nazirliyinə təqdim edilir. Dövlət büdcəsinə dividend ödənişlərin proqnozlarına dair məlumat dövlət müəssisəsinin icra orqanının rəhbəri tərəfindən elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq elektron sənəd formasında təqdim edilir. Dövlət büdcəsinə dividend ödənişlərin proqnozlarına dair məlumat dövlət müəssisəsinin orta müddətli dövr üzrə, yəni növbəti il və sonraki 3 il üzrə dividend hesablamalarına təsir edən göstəriciləri əks etdirir. Bu zaman 2026-cı hesabat ili üçün tərtib edilmiş dövlət büdcəsinə dividend ödənişlərin proqnozlarına dair məlumat cədvəlində növbəti il dedikdə 2027-ci il, sonraki 3 il dedikdə isə 2028, 2029, 2030-cu illər nəzərdə tutulur. Dividend ödənişlərinin proqnoz hesablamalarına ötən ilin yükünü üzrə xalis mənfəətdə dövlətin payına mütənasib hesablanmış dividendlə yanaşı, əvvəlki illər üzrə elan olunmuş dividendin ödənilməli olan hissəsi də daxil edilir. Bu zaman formanın 3-cü sətrinə xüsusi diqqət yetirilməlidir. Bu sətr qaydaların 5.9-cu bəndinə əsaslanaraq formaya salınmışdır. Belə ki, həmin bənddə deyilir: dövlət müəssisəsinin xalis aktivlərinin dəyəri dividendlərin ödənilməsi nəticəsində onun nizamnamə kapitalının miqdarından az olarsa, dividend məbləği xalis aktivlərin dəyərinin nizamnamə kapitalının miqdarından az olmayacağı məbləğədək azaldılır. Dövlət büdcəsinə hesablanmış dividend minimum məbləğdən, yəni xalis mənfəətin 30%-dən artıq olarsa, artıq hesablanmış məbləğ ayrıca sətirdə əks etdirilməlidir. Diqqət edilməli olan məqam odur ki, ötən ilin yükünü üzrə bölüşdürülə bilən xalis mənfəət dövlət kommersiya müəssisəsində 100.000 manatdan, publik hüquqi şəxsdə isə 20.000 manatdan az olarsa, həmin məbləğdən ümumiyyətlə dividend hesablanmır. Yəni bu halda 5-8-ci sətirlər doldurulmuş. Dividend ödənişləri proqnozlaşdırılarkən bəzi azadolmalar və əvəzləşdirmələr də nəzərə alınmalıdır. Məsələn, ölkə başçısı müvafiq sərəncamla dövlət müəssisəsini dövlət büdcəsinə dividend ödənişindən tam və ya qismən azad edərsə, azad olunmaya düşən məbləğ formanın 7-ci sətrində qeyd edilməlidir. Həmçinin dövlət müəssisəsinin növbəti il üçün proqnozlaşdırdığı dövlət büdcəsindən maliyyə yardımları və subsidiya ayırmalarının, habelə investisiya qoyuluşlarının dividend ödənişləri ilə əvəzləşdirilməsi nəzərdə tutularsa, bu əvəzləşdirmələr formanın 8.1-8.4-cü sətirlərində qeyd edilməlidir. Qeyd edək ki, 2026-cı hesabat ili üzrə tərtib edilmiş dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlarına dair məlumat cədvəlinin 6-cı sətrində qeyd olunan dövlət büdcəsinə hesablanmış dividend məbləği 2026-cı il 4-cü rübü üzrə tərtib edilmiş ticarət və sair kreditor borcu üzrə açıqlamalar cədvəlinin dövlət büdcəsi sətri ilə hesabat dövrü ərzində artım sütununun kəsişməsində yerləşən xanadakı məbləğə bərabər olmalıdır. Əvəzləşdirmələr nəzərdə tutulduğu halda 2026-cı hesabat ili üzrə tərtib edilmiş dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlarına dair məlumat cədvəlinin
7-ci və 8-ci sətirlərində qeyd olunan azad olmalar və əvəzləşdirmələrin cəmi məbləği 2026-cı il 4-cü rübü üzrə tərtib edilmiş ticarət və sair kreditor borcu üzrə açıqlamalar cədvəlinin dövlət büdcəsi sətri ilə siniflərarası transfer, geri qaytarılma və sair düzəlişlər sütununun kəsişməsində yerləşən xanadakı məbləğə bərabər olmalıdır. Müvafiq qaydaların 5.4-cü bəndinin tələbinə uyğun olaraq dövlət müəssisəsi tərəfindən hesablanmış dividend ödənişləri müəssisənin illik maliyyə hesabatları təsdiq edildiyi tarixdən növbəti il ərzində 3 bərabər hissəyə bölünməklə ilk 3 rübün sonuncu ayının 20-sinədək ödənilir.